Mən kimyaçıyam və əminəm ki, SPF haqqında bu faktları bilmirsiniz. Birinci fakt, SPF sizi qırışlardan qorumur. Əgər üzərində bu yazılar yoxdursa. Çünki məhz UVA şüaları dərinin vaxtından əvvəl qocalmasının əsas səbəblərindəndir. Bu yazı isə UVA və UVB şüalardan qorunmasını deyir. Bu isə UVA şüalardan qorunma dərəcəsini göstərir. Ən yaxşı SPF-lərdə minimum 3+ işarəsi olmalıdır. İkinci fakt, SPF 100 SPF 50-dən 2 dəfə güclü deyil. SPF 30 təxminən 97%, SPF 50 isə təxminən 98% UVB şüaları bloklayır. Fərq çox deyil və bu rəqəm günəşdə neçə dəqiqə qala biləcəyinizi də göstərmir. Çoxlarınız düşündüyünüz kimi. Üçüncü fakt, 2 barmaq SPF-i bütün üzə vurmaq düzgün deyil. Çünki bu 2 barmaq boyun, qulaq və dekoltə nahiyəsinə də yaymaq lazımdır, tək üzə yox. Dördüncü fakt, evdə olsanız belə SPF lazım ola bilər, çünki günəşin UV şüaları pəncərədən belə keçə bilər. Beşinci fakt, bu köhnə nəsil kimyəvi filtrlər dəri vasitəsilə soğurula və qanda aşkar oluna bilər və dəridə xoşagəlməz reaksiya da yarada bilər. Bu onların hərçəng törətdiyini sübut etmir. Yenə də yeni nəsil və fotostabil filtrləri seçən ən vacibi. Baxalı SPF həmişə ən yaxşı SPF demək deyil. Tərkibi və filtr sistemi qiymətdən daha vacibdir. Mən bu SPF-ləri istifadə edirəm, çünki ancaq yeni nəsil filtrlərdir. İçində yüksək qorunması da var və baxım komponentləri də çoxdur. Üzdə və makiyaj altına komfort hiss olunur. Məsləhət görürəm, linkini storydə paylaşacağam.